Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi, necəsiz? Bugünkü dərsimizdə sizlər üçün Frank dövləti haqqında məlumat verəcəm. Dərsimizə keçsək. İlk öncə vurğulamaq istədiyim məqam budur ki, hələ Frank dövləti yaranmamışdan da öncə təbii ki, bu Frank tayfaları mövcud idi. Təkcə Frank tayfaları yox, digər tayfalar da hamısı birlikdə German tayfaları adlandırılırdı Romalılar tərəfindən. Və biz öyrənmişik ki, öncəki dərslərimizdə Roma imperiyası 395-ci ildə iki hissəyə parçalanmışdı. Qərbi Romaya və Şərqi Romaya. Və hələ bu imperiya parçalanmamışdan da öncə biz Roma imperiyasının işğalçılıq yürüşləri haqqında məlumat əldə etmişik. Oktavian Avqustu, Mark Trayanlı və digər adını bildiyimiz və ya bilmədiyimiz imperatorlar dövründə böyük işğalçılıq yürüşləri həyata keçirilmişdi. Və bizim eranın 1-ci əsrində Roma German tayfalarının yaşadığı ərazilərə yürüşlər təşkil edirdi. Məhz Romalılar tərəfindən Reyn çayından qərbdə yaşayan tayfalar German tayfaları adlandırılmış və Romanın da onların üzərinə hücumu 1-ci əsr dövründə baş vermişdi. Lakin Romanın onlar üzərinə hücumu uğursuz olmuşdu. Onların heç bir torpağını işğal edə bilməmiş, həmin German tayfalarını özünə tabe edə bilməmişdi. Bundan sonraki dövrdə Romalılar təbii ki də bu German tayfalarının yürüşünə qarşı özlərini müdafiə etmək üçün müdafiə istehkamları qurmağa başlamışlar. Reyn çayı boyunca olan torpaqlarda müdafiə istehkamları, sərdlər və qalalar inşa etmişlər. Lakin deyəcəyik ki, xalqların böyük köçü dövründə artıq bu xalqların böyük köçü Roma imperiyasının da daha sonraki dövrdə Qərbi Roma dövlətinin də zəifləməsinə, tənəzzülünə gətirib çıxarmışdı. Belə ki, xalqların böyük köçü zamanında bu dəfə German tayfaları başladılar Roma imperiyası ərazisinə yürüş etməyə və onlar buraya Hunların hücumu altında təsis edirdilər. Belə ki, Hunlar tərəfindən sıxışdırılan German tayfaları Roma imperiyası ərazisinə başladılar basqın etməyə. Bu da artıq baş verdi 4-cü əsrin ikinci yarısı dönəmlərində. Hələ bu dövrdə Roma imperiyası parçalanmamışdı. Hələ ki, özü vahid bir şəkildə davam edirdi və belə bir zaman aralığında Germanlar Romalılar üzərinə başladılar işğalçılıq yürüşləri etməyə və bu ərazidə məskunlaşmağa başladılar 4-cü əsrin ikinci yarısında. Və biz sonraki dövrlərdə bu Germanların burada məskunlaşması ilə 5-ci əsr dövründə və digər dövrlərdə bir sıra tayfaların bir sıra əraziləri işğal etməsi haqqında məlumat əldə edirik. Belə ki, bu həmin German tayfalarından olan, onları təşkil edən Qot tayfaları İtaliya və İspaniya bölgəsində məskunlaşdılar. Anglo və Saks tayfaları Böyük Britaniya ərazisində, Vandal tayfaları, Vandallar Şimali Afrika əsasən bu ərazidə məskunlaşdılar və bir də Frank tayfaları vardı ki, Frank tayfaları da Qalliya torpaqlarında, müasir Fransa torpaqlarında məskunlaşmağa başladılar ki, hər biri daha sonraki dövrdə özlərinə dövlət qurmağa bacarmışdılar. Saydığım tayfalar məhz German tayfalarını təşkil edirdi. Reyn çayından qərbdəki ərazilərdə vaxtilə məskunlaşmışdılar və müəyyən dövrlərdə Romanın hücumuna məruz qalsalar da özləri də artıq 4-cü əsrin ikinci yarısından Roma imperiyasının torpaqlarına daxil olmağa başlamışdılar. Və bütün bu tayfaların yaratdıqları dövlətlər barbar krallıqlar adlanırdı ilk əvvəlki dönəmlərdə. Yəni barbarlar vəhşi deməklər idi ki, vəhşi deməkdir tərcümədə. Yəni onlar vəhşi adamlar idi, barbarlar idi. Çünki hara gedirdilərsə bu German tayfaları, hansı əraziyə yürüş edirdilərsə həmin ərazini məhv edirdilər. Bu German tayfalarının Romaya gəlməsindən sonra Roma mədəniyyəti məhv oldu. Roma şəhərləri tənəzzülə uğradı, sükut etdi. Roma ərazisindəki bütün mədəniyyət abidələri dağıdıldı, kitablar məhv edildi, yandırıldı və bu kimi xüsusiyyətlərinə görə bu tayfalara barbar krallar, barbar tayfalar adlandırırlar. Daha sonra biz deyəcəyik ki, Germanların Roma ərazisinə hələ gəlməsindən də öncə onlar təbii ki də 1-ci əsrdən etibarən müəyyən bir torpaqlarda yaşayırdılar. Hunların hücumu ilə bu torpaqlara gəlib məskunlaşmışdılar. 1-ci əsr dövründə bu Germanlar, Almanlar, bu qarışıq tayfalar Reyn çayından Visa çayına
Baltik dənizindən, Şimal dənizindən Dunay çayına qədər ki, böyük bir ərazidə yaşayırdılar. Hələ adi bir tayfa halındaydılar və bu ərazidə yaşayırdılar. Onlar ibtidai icma halında yaşayırdılar. Və biz deyəcəyik ki, məhz bu tayfalar ibtidai icma cəmiyyətindən birbaşa feodalizmə keçid etmişdir. Yəni, quldarlıq quruluşunda olmadan birbaşa onlar dövlət qurmağı bacarmışlar və birbaşa onlar da feodalizm münasibətləri inkişaf etdiyi üçün ibtidai cəmiyyətdən feodalizm cəmiyyətinə keçid etmişdilər. Və bu Germanlar, Almanların yəni birləşməsi 5-ci əsr dövründə yeni bir German-Alman mərhələsinin, yeni bir cəmiyyətin formalaşmasına gətirib çıxartdı. Belə ki, 5-ci əsr dövründə artıq bu Germanların gəlib Romada məskunlaşması ilə və Roma xalqı ilə mədəniyyətlərinin və digər xüsusiyyətlərinin birləşməsi, qaynayıb-qarışma prosesi nəticəsində yeni bir cəmiyyət ortaya gəldi. Bu cəmiyyətdə əsas rol oynayırdı Roma dövründən qalan irs, yəni Romanın qədimi irsi, xristian kilsəsinin inancları, Germanların adət-ənənəsi bu German-Alman mərhələsinin yeni bir cəmiyyətin formalaşmasına öz təsirini göstərmişdir. Germanlarda biz deyəcəyik ki, xalq yığıncağı rol oynayırdı. Belə ki, xalq yığıncağında mühüm məsələlər müzakirə edilirdi. Bu Germanlara xas bir xüsusiyyət idi. Belə ki, burada sülh və müharibə məsələləri, digər mühüm məsələlər müzakirə olunurdu. Və əsasən onların ərazisi meşələrlə örtüldüyü üçün onlar maldarlıqla və ovçuluqla məşğul olurdular. 5-ci əsr dövründə Qot tayfalarından olan Ostqotlar İtaliya ərazisində, Vestqotlar İspaniya ərazisində özlərini dövlət qurmağa bacardılar. Ostqot krallığı, Vestqot krallığı meydana gəldi. Daha sonra burada biz deyəcəyik ki, Alman kralları, German-Alman nümayəndələrindən olan Alman kralları Romada özlərinə kiçik dövlətlər qurmağa bacardılar. Və burada biz bilirik ki, Romada daha öncədən Latın dili inkişaf etmiş, Latın dili danışırdılar. Lakin Almanların bura gəlməsindən sonra nə qədər də rəsmi dil, Latın dili olsa da belə, Almanların bura gəlməsi və müəyyən qaynayıb-qarışma prosesindən sonra gündəlik danışıqda artıq yeni sözlər meydana gəlirdi, yeni ləhcələr, yeni dialektlər inkişaf edirdi. 9-cu əsrə qədər bu German Almanların Romalılarla qaynayıb-qarışma prosesi və Latın dili əsasında 9-cu əsrə qədər artıq Avropa ərazisində fransız dili, İspan dili və digər dillər meydana gəlməyə başladı. Romalılarla Germanların xüsusiyyətlərinə gəldikdə, təbii ki də Romalılar tamam başqa bir mədəniyyətə, tamam başqa bir xüsusiyyətlərə malik idilər. Germanlar da onun kimi. Germanların gəlib Roma ərazisində artıq 4-cü əsrdən etibarən məskunlaşması ilə burada yeni bir cəmiyyət formalaşdı. Romada belə bir məsələ var idi ki, Romada əsas dövlətin qanunları, daha sonra dövlət hakimiyyətinin rol oynaması, qanunlara sadiqlik böyük bir önəm daşıyırdı. Romada hər hansısa bir problem baş verərsə, əgər hər hansısa bir cinayət baş verərsə, bu cinayəti araşdırmaq üçün məhkəmə qurulurdu və məhkəmə dəlilləri, sübutlara əsaslanırdı. Lakin bu Germanlarda, Almanlarda belə deyildi. Belə ki, Almanlarda əsasən ailə bağları, şəxsi sədaqət bu rol oynayırdı. Belə ki, Almanlarda əgər ölüm halı baş versə də artıq bu qan davasına çevrilirdi və bu nəsillər boyunca davam edirdi. Romada, yəni bir insan ölən zaman həmin andaca digər öldürən şəxsin cəzasının verilməsi ilə artıq bu proses yekunlaşırsa, Almanlarda belə deyildi. Və bu, daha sonraki dövrlərdə artıq Germanlarla Romalıların qarışmasından, qaynayıb-qarışmasından sonra dəyişməli oldu və müəyyən qədər artıq dəyişikliklər baş verəcək. Yəni, belə deyək də, belə bir artıq yeni bir dövrdə cəlmə meydana gəlir. İnsanların öldürülməsinə görə cəlmələr yarandı. Elə bir xüsusiyyət yarandı ki, artıq hakimiyyətdə həm Romanın, həm də Germanların razılığı əsasən meydana gəldi. Əgər bir insan özünə bərabər insana hər hansı bir cinayət törətmiş olsaydı, onun yəni ödəyəcəyi cərimə o qədər də baha olmurdu. Yox, əgər aşağı təbəqənin nümayəndəsi özündən bir neçə yüksək, yəni bir neçə pillədə yerləşən, yüksək pillədə yerləşən əgər digər təbəqənin nümayəndəsini nazirlər belə idi, ilk dövrümüzdəki kimi yuxarı məmurların, yuxarı zadəganların əgər həyatına və ya əmlakına zərər vurmuş olsaydı, onu ödəyəcəyi vergi daha baha başa gəlirdi. Germanlar kiçik icmalar halında yaşayırdılar, bunu vurğulayım ki, və burada əsas vurğulayacağım məqamlar bundan ibarətdir. Germanların xüsusiyyətləri, Romalıların xüsusiyyətləri. Düzdür, bir qədər sizə qarışıq görünə bilər mövzu. Çünki mövzuda yalnız Frank dövlətindən söhbət getmir, Frankların mənşəyindən, hardan gəldiklərini, necə yandıqlarından söhbət gedir ki, bu haqda yəni məlumat verilməlidir ki, şagirdlərə müəyyən qədər qaranlıq qalmasın. Daha sonra
Frank tayfalarına gəldikdə, hansı ki biz burada Frank dövləti haqqında məlumat əldə edirik. Franklar özləri də, yəni biz bilirik ki, German tayfalarının bir nümayəndələri idilər. Franklar iki qola ayrılırdılar. Onlar 5-ci əsrin sonları dönəmində Qalliya ərazisində, yəni indiki Fransa ərazisində məskunlaşdılar. Onlarda tayfa başçısı Hlodvig idi. Hlodvig hələ ilk dövrlərdə hərbi başçı, ordu başçısı hesab olunurdu. Hlodvigin başçılığı altında olan bu Franklar 486-cı ildə Soissons döyüşündə iştirak etdilər. Soissons döyüşü Franklarla deməli Qalliya ərazisində baş verdi. Belə ki, Qalliya ərazisində keçmiş Roma dövlətinin canişini hələ də ağalıq edirdi. Bu canişinlə Franklar arasında baş vermiş döyüş nəticəsində Franklar qalib gəldilər və Qalliya ərazisini işğal etdilər. Bir neçə il sonra isə Hlodvig ona kömək edən digər tayfa başçılarını aradan götürdü və özünün dövlətini yaratmalı oldu. Artıq 5-ci əsrin sonlarında Frank dövləti yaradılmış oldu. Və burada dövlətin yaranmasından sonra Franklar Qalliya ərazisində öz qurduqları dövlətdə Roma təcrübəsindən istifadə etdilər. Belə ki, əsasən də kənd təsərrüfatında Roma təcrübəsindən istifadə olunurdu. Çünki əvvəlki dönəmlərdə hələ Franklar bura gəlməmişdən öncə burada vəziyyət belə idi ki, Franklar özləri birlikdə icmaatla işləyirdilər. Hər kəsin ümumi bir torpağı var idi. Franklar həmin torpaqda birlikdə çalışırdılar. Lakin Franklar özlərini dövlət qurduqdan sonra, Qalliyanı işğal etdikdən sonra Roma təcrübəsinə əsaslanaraq hər bir belə deyim, ailənin özünə məxsus torpağı olmuş oldu. Yəni qonşuluq icması yarandı. Hər bir ailənin özünə məxsus olduğu torpaqda, yəni özünə məxsus olan işləri meydana gəlmiş oldu. Daha sonra Hlodvigin dövründə dövlət vilayətlərə bölünürdü ki, vilayətləri qraflar idarə edirdilər. Daha sonra Hlodvigin dövründə xristianlıq dini rəsmi din elan olundu və xristianlığın burada rəsmi din elan olunması ilə artıq müəyyən proseslər baş verdi. Bu, Roma-German mədəni birliyinin əsasını qoydu və bunun inkişaf etməsinə yardımcı oldu. Digər dövrlərdə isə artıq bunlar fransız xalqının formalaşmasına öz təsirini göstərmiş oldu. Hlodvigin dövründə Frank dövlətində ilk qanunlar toplusu qəbul edildi. Bu qanunlar toplusu 9-cu əsrə qədər öz qüvvəsini saxlamağa bacarmışdı. Qanunlar toplusu Romanın irsindən gələn bəzi xüsusiyyətləri, Roma adət-ənənəsini, Roma təcrübəsini və eyni zamanda German-Alman mədəni birliyinin də bəzi xüsusiyyətlərini özündə daşıyırdı və 9-cu əsrə qədər də mövcud olmuşdu. Daha sonra burada Frank dövlətində adı çəkilmiş hökmdarlar deməyim, digər şəxsiyyətlərdən biri də Karl Martel adlı şəxs idi ki, Karl Martel əslində ordu başçısıdır. Ölkəni də kralın adından idarə edirdi. Yəni kral bir başqası idi, sadəcə olaraq Karl Martel ölkəni idarə edə bilirdi. 8-ci əsr dövründə hakimiyyətdə olmuşdu. 732-ci ildə Karl Martel ərəblərə qarşı vuruşmuşdu Poitiers döyüşündə və qələbə qazanmağa bacarmışdı. Və onun buradakı qələbəsi ərəblərin qərbi Avropada irəliləməsinin qarşısını almağı dayandırmışdı. Əgər burada ərəblər qalib gəlsəydilər, bütün Avropanı özlərinin müsəlman ölkəsinə çevirə bilərdilər. Və bu döyüşdən sonra Karl Martel ərəb döyüşçülərinə fikir verərək, onlardan gördüklərini götürərək, onun əsasında Frank dövlətində zirehli süvarilərdən toplanmış, cəngavərlərdən toplanmış yeni bir süvari ordu qurmağı bacarmışdı. Məhz müsəlman xüsusiyyətləri əsasında bir ordu qurmuşdu. Daha sonra burada adı çəkilmiş digər qüdrətli hökmdar Böyük Karlın adını çəkirik. Böyük Karl 768-ci, 814-cü ilə qədər hakimiyyətdə oldu. Hakimiyyəti dövründə güclü süvari ordu yaratdı. Eyni zamanda böyük işğalçılıq yürüşləri həyata keçirdi. Pyrenees yarımadasının şimal hissəsini işğal etdi. Burada ərəblərlə, yəni müsəlmanlarla mübarizə apararaq Pyrenees şimal hissəsini işğal etməyi bacardı. 30 il öz hakimiyyəti dövründə 30 il Saks tayfalarına qarşı mübarizə apardı və Saks tayfalarına qarşı mübarizələri nə qədər uğurla mübarizə aparsa da belə ən sonunda onları torpaqla öz tərəfindən çəkməyə nail oldu. Yəni sonunda görür ki, Saks tayfalarını tabe edə bilmir, ona görə torpaq paylamaqla onları öz tərəfindən çəkməyə nail oldu. Daha sonra onun dövründə Qərbi və Mərkəzi Avropa işğal edildi. İlk dəfə Roma imperiyasından sonra Böyük Karl Qərbi Avropanı, yəni Qərbi Romanı yenidən birləşdirməyə ilk dəfə olaraq artıq Böyük Karlın dövründə baş vermiş oldu, yenidən birləşdirməyə bacardı.
Hakimiyyət dövründə Avar xaqanlığını işğal etdi. Burada yaşayan insanlara qarşı görünməmiş sərt tədbirlər həyata keçirdi. Germanlarla mübarizə apardı və onun Germanlarla apardığı mübarizə nəticəsində İtaliyanın şimal hissəsini işğal etməyə bacardı. Belə ki, bu zaman German tayfaları İtaliyanın şimalında yaşayırdılar və onlar Roma papasına qarşı mübarizə aparırdılar. Bilir ki, Roma papası kilsə başçısıydı. Yəni Avropa ərazisindəki kilsənin başçısı Roma papası hesab olunurdu və bu German tayfalarına qarşı mübarizə aparmaq üçün Roma papasının çağırışına əsasən Böyük Kral bu German tayfalarını məğlub etmişdi və İtaliyanın şimalını işğal etmişdi. Bu qələbəsinə görə də Papa onu 800-cü ildə öz yanına çağırır və ona deməli tacqoyma mərasimi həyata keçirərək Böyük Karlı imperator elan edir və artıq bu imperator elan olunma Roma, Xristiyan, Alman mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirmiş olur. Bundan başqa deyəcəyik ki, Böyük Karlın dövründə Bizans dövləti və Ərəb xilafəti diplomatik əlaqələr saxladı. Hakimiyyəti dövründə şərq torpaqlar paylayırdı. Öz yaxın adamlarına və qohumlarına torpaqlar paylayırdı və burada torpaqlar paylanması nəticəsində bu payladıqları şəxslərə tapşırırdı ki, həmin torpaqlarda əskərlər toplasınlar və bunları müəyyən bir silahlarla, silah-sursat ləvazimatı ilə, atla və geyimə təmin etsinlər orduya əskər yığmaq üçün. Və daha sonraki dövrlərdə isə Böyük Karl ölümündən sonra bu şərtli verilən torpaqlar irsən keçən torpaqlara çevrildi və artıq irsən keçirmə başladığı üçün artıq ölkə ərazisi zəif etməyə başlayacaq Böyük Karl ölümündən sonra. Çünki irsi torpaqları ələ alan feodallar öz ərazilərində müstəqil hakim olmaq istəyirdilər. Bu da artıq dövlətin parçalanmasına gətirib çıxarır və sonda 843-cü ildə Böyük Karlın 3 nəvəsi arasında Verden müqaviləsi imzalandı. Verden müqaviləsinin şərtlərinə əsasən Frank imperiyası 3 hissəyə parçalandı. Nəticədə daha sonraki dövrlərdə Almaniya krallığı, İtaliya krallığı, Fransa krallığı adlanan dövlətlər meydana gəlmiş oldu. 3 krallıq yarandı və biz deyəcəyik ki, Avropa ərazisində Frank imperiyasının parçalanması ilə 9-11-ci əsrlər aralığını əhatə edən feodal dağınıqlığı dövrü başladı. Çünki artıq burada həmin ərazilərdə uzun müddət davam edən feodal çəkişmələri, ara mübarizələri artıq burada davam etmiş oldu. İlk öncə Fransa krallığı haqqında danışmaq istəyirəm. Qeyd etdiyim ərazilərdən ən çox feodal dağınıqlığı yaşayan ərazi Fransa krallığı idi. Bura parçalanmış bir vəziyyətdə idi. Ölkə bir neçə feodallıqlara, onlar da kiçik-kiçik vilayətlərə bölünürdü. Hər bir feodal öz ərazisində hakim olmağa çalışırdı, özü qanunlar verirdi, qaydalar müəyyənləşdirirdi. Verdikləri qanunlar əsasında məhkəmə qurulurdu, öz adlarına pul kəsirirdilər və bu saydığım xüsusiyyətlər yalnız Fransa krallığına yox, digər ərazilərə də aid idi. Fransa krallığında 10-cu əsrdə Kapetinglər sülaləsi hakimiyyətə gəlmişdi, lakin onların hakimiyyətə gəlməsinə baxmayaraq yenə də Fransa ərazisində kralın hakimiyyəti çox zəif idi. Belə ki, kralın özünə məxsus olan torpaq mülkü yalnız və yalnız Paris və Orlean şəhəri arasındakı torpaqları əhatə edirdi. Çünki Fransada feodal dağınıqlığı güclü idi. Hər bir feodal öz ərazisində müstəqil hakim olmağa çalışırdı. Və bu da hər bir feodalın daha çox torpaq sahəsi ələ keçirməsinə gətirib çıxarırdı. Təbii ki də bu qədər torpaqlar feodalların əlində olduğu üçün və onlar da hakimiyyət uğrunda mübarizə apardıqları üçün krala o qədər də önəm verilmirdi və kralın torpağı buna görə az idi və yalnız deyirəm, Paris və Orlean şəhəri arasındakı ərazini əhatə edirdi. Daha sonra İtaliya ərazisi. İtaliyada eyni zamanda siyasi dağınıqlıq, feodal dağınıqlığı hökm sürür 9-11-ci əsrlər aralığında. Yalnız 9-10-cu əsrlər dövründə bir sıra şəhərlər bərpa edildi, yəni özünə idarə hüququ qazandı. Genuya, Venesiya, Pisa, Florensiya şəhərləri İtaliyada özünə idarə hüququ qazanmış şəhərlər oldu. Amma yenə siyasi dağınıqlıq var idi. Bunların içərisində vahid krallığın yaradıldığı ərazi Almaniya ərazisi oldu ki, hersoqluqların və qraflıqların birləşməsi ilə vahid Almaniya krallığı yaradıldı. Almaniya kralı 1-ci Otto'nun dövründə o İtaliyanın şimal hissəsini işğal etməyə bacarmışdı. Daha sonra isə Papa'nın çağırışı ilə 962-ci ildə onun yanına getmiş və burada o müqəddəs Roma imperiyasının yaradıldığını elan etmişdi. Almaniya ərazisində 962-ci ildə 1-ci Otto tərəfindən müqəddəs Roma imperiyası adlanan bir dövlət qurulmuşdu.
Bu dövlətlər haqqında verəcəyim məlumatlar bu qədərdir. Bir də Viking yürüşləri haqqında danışmaq istəyirəm. Belə ki, Skandinaviya ərazisində yaşayan insanlar Vikinglər adlanırdılar. 9-11-ci əsrlər aralığında Vikinglərin bir sıra ərazilərə dağıdıcı basqınları, qarətçi talanları, yürüşləri baş verdi. Belə ki, onlar əsasında Avropa ərazisində yürüş edirdilər və təbii ki, Avropada feodal dağınıqlığı olduğu üçün, dövlətlərdə vahid, yəni birləşmə olmadığı üçün onlar bu Viking yürüşlərinə qarşı mübarizə apara bilmirdilər. Böyük dağıntılara, fəlakətlərə məruz qalırdılar. Hətta verilən məlumatlara əsasən 1000-ci ildə Vikinglərin Şimali Amerikaya qədər gedib çıxdıqları haqqında məlumatlar qeyd olunur. Lakin daha sonraki dövrlərdə Skandinaviya ərazisində iqlimin mülayimləşməsi, əkinçiliyin inkişafı nəticəsində artıq Vikinglər digər ərazilərə yürüş etməyə dayandırılmış, öz ölkələrində öz əkinçiliklə məşğul olmağı davam etdirmişdilər. Verəcəyim məlumatlar artıq bugünlük bu qədərdir. Frank dövləti haqqında və bundan öncəki dövrdə German, Alman tayfaları və onların mədəniyyəti haqqında verəcəyim məlumatlar bu qədərdir. İnşallah növbəti mövzularımızda, növbəti dərslərimizdə görüşənə qədər. Sağ olun.